Bak gördüğünüz o turba var. O turba. Yerden bak su çıxır orada. Bu. Görüm orada nətər keçim. Qardan. Qardan nə qarı. Keçsəm dizimə qədər olacaq. Buradan da alınmış. Görürsünüz. Şəmkirdə zətdə orayı bunlardan. Bunlar başqa rayonlarda var. Mən şu an vaxt Şəmkirdə görmüşəm. Tərəfdəkinə girə bilmədim. Girdim əslində, görürsünüz, qarın izi. Dizimə qədər qara girdim, çıxanmadım. Görüm bunu doldura bilirəmmi burada? Bu yaxşıdır. Gəl bu üzə mən eləyim. Ömür boyu bu otaq təmiz görməmişəm. Hələ buranı gördüm, vəbşə dəli oldum da. İnanın. Buna baxın. Deməli, paxlava eləmişəm. Bunlar da oğurluyublar xamırda. Mən dünəndən axşamdan bura girməmişəm. Xamır götürüblər, bunu götürüblər. Bu da ketçupdur. Götürüb gəlib burada oxlayın qırığı var. Belə uzun iddiyi kəsmişdim. Bunu burada yayıblar. Çəkisiyiblər, töküblər, doxmayıb. Baxın nə gündədir bura. Gördüm havalandı be. Bu da mənim bayramım. Gəldim ki, eləcə tözünü alacağım. Siləcəm, süpürəcəm. Kağızı da papalarına 23 fevrala şeylər, padeka düzəldirlər, odur. Kəsiklər. Dedim, indi onu yığacağım. Всё. Nə gündədir. Burada xamır, banan, peçeni qırıqları. Nə gündədir, yer nə gündədir. Bura nə gündədir. Qırıqlar, xamır qırıqları. Dünəndən bura belə gündəymiş.
bir evdən bu qədər zivil çıxar. Şokda yemeği. Bir də süpürürüm. Pisos da gətirib eləyəcəm. Kuz yekələri götürmək istəyirəm. Yekə zivilləri. Zalı silmək lazımdır. Dünən silmişəm, süpürmüşəm, tozunu almışam. Birəcə süpürəcəm. Dünəndən tökülənləri axşamdan. Bir də bu. Bu divan altından çıxanlardır. Divanı çəkdim. Uşaqlar peçeni yiyiblər, töküblər. Peçeni nədir? Çipsi. Get, get. Mom. Vanniki yudum. Gözünü sildim. Sonra vannanı yudum, kafeleri yudum. Toz soranı yudum. Sonra bu pol ağacın vedrasını yudum. Kirli səbətini yudum. Bu üstündəki vaxtı getmir. Ben kafelerini yudum. Krantı yudum. Böyle. Yeri de sildim. Hamamın işi qutardı. Bir də bu pərdəni dəyişmək istəyirəm. Göstərdən şeylərlər var. Qopanlar var. Xarab olub. Bir iki dənə də hardasa deşiklər var. Su tökülür oradan yerə. Belə. Paltarları da tökmüşəm. Bura az-az yuyacağım. Ağları qoymuşam yuyulsun. Buranı da təmizləmişəm. Yerləri silmişəm. Vanniki yumuşam. Güzgünü yumuşam. Kafelləri sürtüb yumuşam. İndi paxlava bişirirəm. 850 qram undur eləmişəm. Sonra 160 qram simitandır. 250 milli süddür, ilıq süddür. 2 dənə yumurtadır, ev temperaturunda, soyuqdur. Xaladenkdən çıxartmamışam. Bu nə qədərdir? 180 qram. Yəni dəqiq videonun altına yazacağam. İndi yadımda qalanı. 180 qram yağdır. Sonra 2 xörək qaşığı peso, para çay qaşığının yarısından drojdur. Belə. İndi xamır eləyim.
xəmirə gündəyə ayırdım. Bu böyüklər 350 qramdır. Balacalarda 95. 95 qramlıqdan 9 dənə, 350-dən 2 dənə. Alt üçün, bu da üstdən ötürü. Qalan da aralardan ötürü. Listimi hazır qoymuşam. İçlik də hazırdır. Görürsünüz, maşından keçmişəm qozu iri gözündən, maşın iri gözündən. Pesoqla qarışıb hildə vurmuşam, bir xörək qaşığı əzilmiş, üydülmüş hil vurmuşam. Qızlar, altdan qıqını düzəldim. Qıraqları kvadrat olsun deyə belə kəsib qoymuşam. 2 irini, bir də balaca üstdən qoymuşam, yağlamışam ikisinin arasına. Görsünüz, yağ da burada. İndi içliyi qoyuram. Yadımdan çıxıb, çəkməmişəm. Yayım. Hilin nə qəşəng isi vurur. Axırıncı qatı da vurdum. Elə bir ev remont edirəm, axırıncı qatı vurdum. Qıraqlarından qaldı, indi bilmirəm bunu ağarım. Bu da aralardan olan artıqlardır. Qoyum qəşəng üstü donsun. Donandan sonra keçəcəm. Buzluqda yer olmadı, anən qalanı qoydum. Aslında maroz var, qəşəng qurudum. İndi qıraqlarından bir barmaq kəsəcəm, hər iki qıraqlarından. Sonra başlayacağım 3 santa doğramağa. Miloşun xətkeşi var. Belə, boy razmerində. Bir belə yer qoyub. Bir belə yer qoyub, doğrayacağım belə. Baxın, qəşəng kəsdim. Görünür, yoxsuyum. Buradan 2 xət kəsəsi olur. Çünki kəş belə qalın eləyərdim, hər iki tərəfdən qalın. Buradan da qalın eləyərdim, buradan da daha 2 dənə düşməz ev yox. Hə. Harada indi yumurta üstünə çəkim. Amma qoz zat qoymayacağım da üstünə. Çünki qaralır pişəndə. Bu qızaranda o qoz qaralır belə. Uşaqlar olsa qoz xoşlamır, indi bilmirəm. Ya qoz qoyacağım, ya fındıq. Sonradan qoyacağım da. Qızarandan sonra, pahlavanın üstü qızarandan sonra qoyacağım. Belə. Yumurtanı çəkəndə indi. Yumurtanı hazırlayayım, çəkim. 2 dənə yumurtanın sarısı, bir xörək qaşığı da duruya vurmuşam. Kraska zat vurmamışam. İstəsəniz adına da portakal rəngi çıqqılı, çox az. Görə bilərsiniz. Amma yaxşı həll eləmək lazımdır. Давайте теперь еще одну видео. Вам, если я готова... Hamısını yedizdirdim. Hamısını çəkdim, yeşik. Şimdi aparım alt üst rejimdə pişsin. Üzərinə belə bantik formasında xamırdan şeylər düzəltdim belə. Yarısını bundan vuracağım. Yarısına da qozları belə ortadan bölmüşəm. Belə. Nasıl uşaqlar yemirik. Belə qoyum da məcbur. Həm də yekə olanda paxlava balacadır. Bu da yekə, pis görünür. Paxlavalar xırda doğramışam. Ancaq da bunu da ortadan böldüm. Həm də qozlar iridir. Görürsünüz, iridir.
Yaraşmaz elə. Bunları da düzəltmişəm, quruyublar qəşəng. Bunu yapışdıracağım. Yumurtanın ağı var burada. Ağına batırıb paxlavanın üstünə qoyacağım belə. Üzəri belə, bax görürsünüz, ələ yapışmır. Bakın. Təzədən kəsdiyim yerlərdən açıram. Fedyanın yanacaq. Kəsdiyim yerləri açıram təzədən. Yumurta vurmuşam, yumurta bağlayıb. Fedya yanacaq. Yok. Bile. Fedya salafan yanacaq. Ay bu uşaqlar, bu uşaqlar. Bayaq yadımdan çıxdı deyəm, 600 rejimdə 170 dərəcədə, 160-170 dərəcədə 600 rejimdə qoymuşam pişməyə. Bu çiçəkləməyin səbəbini bilmirəm, bilən olsa yazsın, heç istəmirəm üstü çiçəkləsin. Drojlu da eləmişəm, drojsuz da eləmişəm, fərq yoxdur, hamısında çiçəkləyib. Bilən olsa yazsın, zəhmət olmasa, nağarım ki bu çiçəkləməsin üstü, nə vurum. Nətər eləmək lazımdır, bilmirəm. Bismillah. Görürsünüz, 1 stəkan yağı. Xuruşda stəkandan 1 stəkan yarımdır. İndi mən elə tökürəm, elə adam var. Az tökür, elə adam var. Biraz çox tökürəm. Aralarını da biraz çox eləmişəm. 1 stəkan da töksəm olardı. Yəni, aralarına çox yağ tökmüşdüm. Qəşəng yağlamışım. Yağı yeməyi də buranda yaxşıdır da. Şirniyyatı da. Fedya sağlam ol. Şirniyyatı da burada yaxşı olur. Kim idi? Ben. Hə, sağlam ol. Fedya kim askırdın? Görüm qaf. Soyuqdu mu? Hə. Belə. Qəşəng aralarına. Baxsın. Mən də özümə qəşəng pür rəngi çay dəmlədim. Balaca dəm çayın gündə. Bunda. Şirində. Sonra da gedim Miloşu çimizdirim. Sumkasını yıxsın, məktəb paltarlarını ütülüyüm. 1 saatda da pişəcək. 600 rejimdə 160 dərəcədə. Azaltdım, 160 elədim. 1 saatdan sonra görüşərək paxlava pişəndə. Я в комнате. Я сзади. Bir, iki dənə qaldı, onu da qoz yapışdım. Qozu da verdirəm. Я за тебя могу сделать. Ты не веришь? Давай. Ставь. А хочешь, я тебе сделаю пиццу? Нет. Настоящую. И тебе Ага. попробовать. Qaldırım. Baxın, bu da şirədir. Buz kimidir şirə. Şirə buz kimi. Amma paxlava isti, çıxan kimi. Şirəni tökəndən sonra tuxovkaya qoymuram. Qalacaq elə burada. Canına çəksin səhərə qədər, sabah inşallah yeyərik. Milana xanımın ürəyi partlayır. Sabah məktəbə gedəndə yeyib gedərsən. Yaxşı yapışmadı bu. Bismillah.
Bunu tökürəm elə bilir suda deyir su. Su döy aşkım. Matrası kaldırmışıq. Kravatın altından skateri tapa bilmirik. Hardadır skater? Kaldı. Miloş sen de saxla da. Budur mu? Hə, buymuş. Bunu da çatla. Bu ne tarafım? Ha, salafan yeri buradadır. Salafan yeri nədir? Ağzı buradadır. Mama. Bunlar pasteldir, işlətmədiyim pastellərdir. Pərdədir bu, köhnə uşaqların köhnə pərdəsi. Siz salın kravata. Melisa tüş. Kaçını götürəz? Oradan tələrim mən buradan düzəldəcəm. Siz kaçını götürəz? Hə, götürdüm skateri. Melisa. Ay. Melisa atla. Yoldaşım dediklərimi alıb, pomidor, bibar, badımcan. Yadımdan çıxıb toyuq almayıb. Gedim toyuq alım. Bir də göbələk mağazindən. Gəlim. Başlayayım axşama pişirim. Təmizlənmiş kartuşkaya baxın. Oo, qaynanalar görsə ki, indiki gəlinlər bundan alır. Dəli olanlar. Təmizlənmiş marko. Üsvikor. Təmizlənmiş tur. Biz vaxt gəlmişim, cama çoxdur. Ay, ay, tüyüq, təzə tovuq gəlib. Toyuğu doğradım, yudum, təmizlədim, qəşəng. Pripravalarını vurdum, mayonez vurdum, ketçup vurdum, qəşəng belə. Çox olanda qəşəng dadır, xoşlayırıq. Orada qabda biraz qalıb, onu da köbələk təmizləyəndən sonra onun üçün də belə eləyəcəm. Bir palifkalı qəşəng. Palifka nə deyil? Pripravalı. Sonra bunları qızardacağım. Göbələk, bibar, badımcan, pomidor.
Melisa da qapını çəkir. Sacın ən sevdiyim hissəsi budur da. Göbələyin qızartmasıyla xoşlayıram ki. Buna bilmirəm çəkdim yoxsa yox. Toyuğun pripravasından, mayonezlə, ketçupla qatmışdım. Qəşəng olur onda. Belə soçun olur. Pomidoru axırda vuracağım. Və pomidoru da ortadan belə qızartmışam. Soku buradadır. Biberlə pomidorun soku buradadır. Və C vitamini. Badımcanları da koyun pişti. Həmişə nədənsə axırdakılar geç pişir. Toyuğu gətirim. Toyuğa. Göz hakkınızı halal yemeyin. Biraz da çeşotu vurmuştum. İndi ne geçecek? İyisi gelir çeşotun. Yum yum. Yum yum. Yum yum. Yiyəndən sonra da adam qabız atıyor, şeydən bilmək istəmir. Bu da pomidorun soku.
убираться дома. Так, сюда овощок, сюда овощок, еще овощ. Надо завтра на завтрак сделать яйца. Как раз дети хотели яйца вчера. Мамушка, приготовь яйца. Они Все, они спали. Я их сейчас спрячу как-то. Незаметно, да, здесь? Вот и цветочки. Это украшение на ночь.